Hörmətli izləyicilər, A Market'dən hər birinizi salamlayırıq. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. İlk öncə dolar indeksinə nəzər salaq. Bildiyimiz kimi dolar indeksində 24 dekabr tarixinin 30 dekabra qədər bir range ticarəti müşahidə olunurdu. Belə ki, dolar indeksi həmin tarixlərdə birinci müqavimət və birinci dəstək səviyyəsinin arasında ticarət olunub. Lakin 30 dekabr tarixində dolar indeksi həmin günün birinci müqavimət səviyyəsini qırdı və qiymət həmin səviyyənin üzərində bağlanmış oldu ki, bu da bazara alıcıların daxil olduğunu göstərirdi və alış siqnalı yaranmış oldu ki, hansı ki bizim sistemimiz bunu 30 dekabr tarixində göstərmişdi və həmin tarixdən etibarən dolar indeksində yüksəliş davam edir və bugün içərisində də dolar indeksi bugünün birinci dəstək səviyyəsi olan 97.866 səviyyəsini qırıb onun altında bağlanmazsa biz hələlik dolar indeksində yüksəlişin davam edəcəyini söyləyə bilərik. Əlavə olaraq bu həftə ərzində Amerikadan əmək bazarı ilə bağlı çox vacib göstəricilər açıqlanacaq. Belə ki, ümumi işsizlik səviyyəsinin 4.5% olacağı proqnoz edilir. Bildiyimiz kimi son olaraq Amerikada inflyasiya gözlənilənin altında açıqlanmışdı. Yəni 2.7% açıqlanmışdı. Hansı ki, bu federal ehtiyatların hədəf səviyyəsinə çox yaxındır. Lakin əmək bazarında ümumi olaraq negativ tendensiya hələ davam etməkdədir və bütün bundan dolayı da federal ehtiyatların bu il ərzində də faizi aşağı salacağı gözlənilir. Lakin bildiyimiz kimi institusional investorlar faiz dərəcəsini aşağı salacağı gözləntisindən dolayı, yəni o narrativlərdən dolayı doları aşağı qiymətdən almağa başlayırlar və faiz dərəcəsi bir dolar indeksi müəyyən yüksəlişdən sonra artıq faiz dərəcəsi ilə bağlı qəti mövqe olandan sonra isə yenidən dolar indeksində satışlar başlaya bilər. Lakin ümumi fonda baxdıqda biz bildiyimiz kimi gündəlik texniki analiz nöqteyi-nəzərindən dolar indeksi bugünün birinci dəstək səviyyəsinin qırmızının altında bağlanmazsa biz hələlik dollarda bullish mövqeyinin olacağını, davam edəcəyini söyləyə bilərik. Avro-dollar valyuta cütlüyündə də 24 dekabrdan etibarən olan range ticarəti 30 dekabr tarixində aşağı yönlü qırılmış oldu. Belə ki, avro-dollar valyuta cütlüyü həmin günün birinci dəstək səviyyəsi olan 1.17516 səviyyəsini aşağı yönlü qırmış oldu. Bu da bazara satıcıların daxil olduğunu göstərir və həmin tarixdən etibarən avro-dollar valyuta cütlüyü günlər üzrə birinci müqavimət səviyyəsinin altında ticarət edilir və bu da satıcıların hələ də bazarda güclü olduğunu göstərir. Bugün içərisində də avro-dollar valyuta cütlüyü bugünün birinci müqavimət səviyyəsi olan 1.17520 səviyyəsini qırıb onun üzərində bağlanmazsa biz avro-dollar valyuta cütlüyündə aşağı yönlü enişin davam edəcəyini söyləyə bilərik. Əlavə olaraq bu həftə ərzində Avropa Birliyində, Avrozonada da inflyasiya göstəriciləri açıqlanacaq və inflyasiyanın 2.1% olacağı proqnoz edilir. Əgər inflyasiyada aşağı yönlü azalma olarsa, bu avro-dollar valyuta cütlüyündə negativ təsir edə bilər və avrodakı satışları gücləndirə bilər. İngilis funtu və dollar valyuta cütlüyündə də 30 dekabr tarixində həmin günün birinci dəstək səviyyəsi olan 1.34833 səviyyəsi qırıldı və qiymət həmin səviyyənin altında bağlanmış oldu və həmin tarixdən etibarən İngilis funtu və dollar valyuta cütlüyündə də eniş davam edir və bugün içərisində əgər GBP-USD valyuta cütlüyü bugünün birinci müqavimət səviyyəsi olan 1.34876 səviyyəsini qırıb 1.34967 səviyyəsini qırıb onun üzərində bağlanmazsa biz hələlik İngilis funtu və dollar valyuta cütlüyündə enişin davam edəcəyini söyləyə bilərik. USD-YENA valyuta cütlüyündə isə 26 dekabrda alış siqnalı yaranmışdı. Belə ki, USD-YENA valyuta cütlüyü həmin günün birinci dəstək müqavimət səviyyəsi olan 156-312 səviyyəsini yuxarı yönlü qırdı və bu da bazara alıcıların daxil olduğunu göstərir. Həmin tarixdən etibarən USD-YENA valyuta cütlüyü günlər üzrə birinci dəstək səviyyələrinin üzərində ticarət edilir və yüksəliş trendi davam edir. USD-YENA ilə bağlı xüsusilə Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini son olaraq 0.25% artırması da USD-YENA valyuta cütlüyünə bir mənada müsbət təsir etmiş oldu. Belə ki, dolların yüksəlməsinə yenanın ucuzlaşmasına səbəb oldu. Yaponiya Mərkəzi Bankı xüsusilə yenanın qiymətini, yəni yenanın dəyərini artırmaq üçün faizləri artırır. Lakin ümumən
bildiyimiz kimi USD-YN və USD-frank valyuta cütlüyündə digər valyutalarda olanların tamamilə güzgü effekti burada müşahidə edilir. Belə ki, həmin ölkələrin mərkəzi bankları faiz dərəcəsini artıranda tarixən həmin ölkələrin valyuta cütlüklərinə, yəni valyutalarına negativ təsir edib. Və bundan dolayıdır ki, USD-YN valyuta cütlüyündə yüksəliş müşahidə edilir. Yəni YN-ın ucuzlaşması, doların isə bahalaşması müşahidə edilir. Və texniki analiz nöqteyi-nəzərdən bugün içərisində USD-YN valyuta cütlüyündə bugünün birinci dəstək səviyyəsi olan 156-571 səviyyəsi qırılıb onun altına bağlanmazsa, biz USD-YN valyuta cütlüyündə yüksəlişin davam edəcəyini söyləyə bilərik. Qızılda isə 29 dekabr tarixində güclü satış siqnalı yaranmışdı. Belə ki, qızıl həmin günün hətta 3-cü dəstək səviyyəsi olan 4406 dollar səviyyəsini qırıb onun altına bağlanmışdı və həmin tarixdən etibarən qızılda satışlar 2 gün ərzində davam etmiş oldu. Lakin bu gün içərisində qızılın qiyməti bugünün birinci müqavimət səviyyəsi olan 4386 dollar səviyyəsini qırıb və əgər gün ərzində qızılın qiyməti bu səviyyənin üzərində bağlanarsa, biz bazara yenidən alıcıların daxil olduğunu söyləyə bilərik və qızılda yuxarı yönlü yüksəliş trendinin bərpa olunduğunu söyləyə bilərik. Amerikan səhm bazarının əsas benchmark indeksi olan S&P 500 indeksi ilə bağlı olaraq isə bugün içərisində texniki analiz nöqteyi-nəzərdən gördüyünüz kimi S&P 500 indeksində 29 dekabr tarixində güclü satış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci, hətta üçüncü dəstək səviyyəsi test edilmişdi və S&P 500 indeksinin həmin günün birinci dəstək səviyyəsinin altına bağlanması ilə bazara satıcıların daxil olduğu göründü. Və həmin tarixdən etibarən S&P 500 indeksinin satışları davam edir. Gördüyünüz kimi 1, 2, 3, 4-cü gündür ki, artıq eniş davam edir. Bugün içərisində S&P 500 indeksi bugünün birinci müqavimət səviyyəsi olan 6937 dollar səviyyəsi qırılıb onun üzərində bağlanmazsa, biz S&P 500 indeksində enişin davam edəcəyini söyləyə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.